2026-cı ilin aprel ayı dünya ticarət tarixində bir dönüş nöqtəsi kimi yadda qalır. Uzun illərdir qlobal tədarük zəncirinin ana damarları hesab olunan Süveyş kanalı və Hörmüz boğazı bugün ciddi geosiyasi təhlükələrlə üz-üzədir. Hörmüz boğazında gəmi keçidinin kəskin azalması və dəniz yollarındakı qeyri-stabillik qlobal iqtisadiyyatı yeni bir sualla üz-üzə qoyub. Alternativ hardadır? Dünya artıq okeanlardan quruya, daha dəqiq desək, Avrasiyanın qəlbinə, Azərbaycana boylanır. Ənənəvi dəniz marşrutları artıq nə təhlükəsizdir, nə də sürətli. Sığorta xərclərinin astronomik artımı və logistik gecikmələr Avropa və Asiya arasındakı illik 1,5 trilyon dollarlıq ticarət dövriyyəsini təhlükə altına alıb. Şimal marşrutunun isə siyasi sanksiyalar səbəbindən bağlı olması diqqəti yeganə çıxış yoluna, Transxəzər beynəlxalq nəqliyyat marşrutuna, yəni orta dəhlizə yönəldib. 2026-cı ildə orta dəhliz artıq sadəcə bir layihə deyil, işlək bir mexanizmdir. Azərbaycanın strateji gedişləri nəticəsində Çindən çıxan bir yük qatarı Bakı limanı vasitəsilə cəmi 11-15 gün ərzində Avropaya çatır. Bu, dəniz yolu ilə müqayisədə 2 dəfə sürətli deməkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırılması və Ələt Azad İqtisadi Zonasının tam gücü ilə fəaliyyətə başlaması ölkəmizi regionun əsas logistik düyün nöqtəsinə çevirib. Azərbaycanın artan çəkisi təkcə yollarla bitmir. Aprel ayında Bakıda keçirilən Azərbaycan-Almaniya siyasi məsləhətləşmələri və Serbiya ilə imzalanan yeni enerji sazişləri göstərir ki, rəsmi Bakı həm də Avropanın enerji təhlükəsizliyinin qarantıdır. Almaniya kimi sənaye nəhənglərinin Azərbaycanla 10 illik qaz müqavilələri imzalaması və Serbiyanın enerji diversifikasiyasında Bakıya güvənməsi orta dəhlizin həm də yaşıl enerji dəhlizinə çevrilməsinin təməlidir. Bəs Azərbaycan yaxın 5 ildə bu imkanları tam reallaşdıra bilərmi? Ekspertlərin rəyi birdir. 2030-cu ilə qədər orta dəhlizə yükdaşıma həcminin 3 dəfə artacağı planlaşdırılır. Bu təkcə neft-qaz gəliri deyil, həm də tranzitdən gələn milyardlarla dollar deməkdir. Azərbaycan artıq enerji ixracatçısı statusundan qlobal qovşaq statusuna keçid edir. Biz artıq tarixin yazılmasını gözləmirik. Biz o tarixi yolları inşa edirik. Özümüz yazırıq. Bəs sizcə Azərbaycanın bu geosiyasi yüksəlişi regionda qüvvələr nisbətini necə dəyişəcək? Fikirlərinizi rəylərdə bölüşün və bu kimi analitik təhlillər üçün kanalımıza abunə olmağı unutmayın. Növbəti buraxılışlarda görüşənədək. Dünya güc balansı hər gün dəyişir. Bəs bu prizmanın mərkəzində hansı güc dayanır? Very confident. Prizma siyasi, iqtisadi, hərbi və texnoloji göstəriciləri təhlil edir. Qlobal güc oyunlarının regionumuza təsirini burada izləyəcəksiniz.